Salam sabahınız xeyir olsun hörmətli izləyicilər. Yanvar ayının 5-də Ordubad rayonunun Əsribaz kəndindən xoş gördük sizləri. 5 günlük aradan sonra Əsribaz kəndində qarlı havada möhtəşəm video. Ən çox qar Əsribaz kəndinə yağıb. Tiv ərazisində olan Ağdərə qəsəbəsinə. O silsilə ilə üzü Ordubada tərəf dağ şəhətlərində də yeni bu qədər qar yağıb. Bəlkə də Şahbuz rayonuna, Şərura buraya yağandan çox qar yağıb. Qar qərbdən gəlib. Bizə satın da öz etkisini itirib. Deyirdik qar yağmayacaq, hələ buna da şükür. Qarşıda da bizi yanvar-fevral gözləyir. Yəqin ki, bu ərəfədə yenə qar yağar. Sərçələr heç üşümürlər. Söyən davamlı quşlardır. Bəlkə 60-70'e dözərlər. Söydə ağzının qanatları üstündə qayğısız oturub nə gözləyirlər? Hardan yem tapacaqlar? Yaxınlıqdakı yolka ağaçların toxumlarından mı, yoxsa divar dibində yumuşaq torpağın içindən payızdan qalan toxumlardan mı? Onu müşahidə edib görmək lazım. Videomuz 4K-dır. Dünən də 47 dəqiqəlik 4K çəkmişəm. Çox maliyyətli oldu o video. 18 GB internet sərf elədi. Bu videomuz da 2 dəqiqəlik yetərlidir. Sağ olun. Növbəti videolarda görüşərik. Havanın hərarəti də -13'dür.